Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz art terapiya haqqında söhbət aparacağıq və suallarımızı Abadçı Minarə Mehdiyeva və art terapevt Nərmin Xəlilova cavablandıracaq. String art və ya art terapiya, həvəs yoxsa həyat tərzinə yeni nəfəs? Bu elə bir şeydir ki, özünüz işlədikcə artıq nəyin necə olduğunu bilirsiniz. Art terapiya nə işə yarayır? Biz sözlərlə deyil, yaradıcılıqla işləyirik. Abad necə dəstək göstərir? Apardım və çox təəccübləndilər ki, şəkildə göründüyü kimi deyil də, bu çox daha fərqlidir. Necə və hardan başlamalı? O yolu gedirəmsə, artıq bədənim bunu eşidir, bilir ki, mən onun üçün nəsə edirəm, mən onu görürəm. Abadçı Minarə Mehdiyeva və art terapevt Nərmin Xəlilova izah edəcək. İyunun 6-sı saat 10-da Saf TV-nin efirində Sağlam Səhətdə. Sağlam səhətə baxırsınız və qonaqlarımız Abadçı Minarə Mehdiyeva və art terapevt Nərmin Xəlilovadır. Xoş gəlibsiniz hər ikinizdə. İki gözəl xanımla gözəl əl işlərini hazırda görürsünüz, əziz tamaşaçılarımız. Studiyamız belə gözəl əl işlərindən bəzənibdir və müəllifinə istərdim ilk sözü verək. Necə oldu Minarə xanım, belə gözəl əl işlərini ərsəyə gətirdiniz? İlk öncə dəvət üçün təşəkkür edirəm. Mən dekorativ tətbiqi sənət sahəsində, xüsusən də string art, ip sənəti bununla məşğulam. Məşğulsuz? Bəli. Nə qədər müddətli məşğulsuz? Artıq 10 ildir. 10 ildir artıq bununla məşğulam. Bugün sənət haqqında deyil, onun terapevtik tərəfindən, art terapiyadan danışacağıq. Gördüyünüz kimi bu biraz qeyri-adidir. Yəni gördüyüm, bəli, ənənəvi sənətlərdən fərqlidir. Bunun həm də terapevtik tərəfi çox güclüdür. Minarə xanım, nəyə görə məhz bu üsulu seçdiniz? Çünki biz müxtəlif tətbiqi sənət növləri ilə tanışıq, amma çox az rast gəlirik məhz belə əl işlərinə. Niyə məhz buna üstünlük verdiniz? Deyim ki, özümü daha çox bunda tapdım. String art demək olar ki, artıq mənim həyat tərzimə çevrilib. Bir neçə mən dekorativ tətbiqi sənətin bir çox növləri var. Bir çoxu ilə məşğul olub, bunda dayanmışam. Bəs tanışlığınız necə oldu? 10 il əvvəl mən bunu özüm əldə olan bəzi materiallarla, belə kiçik bir ev şəraitində, kiçik bir özüm üçün nə isə hazırladım. Sonra məlum oldu, həmin dövrlərdə internetdə çox yayılmamışdı, çox məlumatlı deyildik də. Sonra mən onu paylaşanda dedilər ki, belə bir sənət növü var və bizdə deyil. Amma sizin xəbəriniz yox idi, xəbəriniz olmadı. Mənim xəbərim yoxdur, mən başqa-başqa növləri birləşdirməyi çox sevirəm. Mən də ondan sonra tanış oldum bu sənətlə və o bu dərsini almadan bu gözəl əl işlərini ərsəyə gətirsiniz Minarə xanım? Yoxsa kursunu keçdiniz? Bəli, kursunu, bu elə bir şeydir ki, özünüz işlədikcə artıq nəyin necə olduğunu bilirsiniz. Biri var, bir fitri istedad, təbii ki, istedadsız bu cür əl işlərini ərsəyə gətirmək qeyri-mümkündür. Biri də var, bunun bir texnikası var. Bəs bu texnikasına necə gələndiniz? Yəni, sırf həvəslə başladınız, sonra qeyd etdiniz ki, artıq ciddi məşğul olmağa başladınız. Texnikası necə öyrəndiniz bəs? Texnikası, bilirsiniz, bu bir riyaziyyat müəlliminin ixtirasıdır, kökü, sənətin kökü. Çox riyazi dəqiqliyi sevən insanlar, hesablamalar lazımdır. Bunun geometrik fiqurlar var, orada çox dəqiqlik lazımdır. İpin gərilməsindən tutun, mismarların sayı hər tərəfdə bərabər olmaq. Riyazi sevgisi biraz artıq olan insanları o çəkir özünə. Riyaziyyətsiz mümkün deyil, hə? Bəli. Yox, mümkündür, amma bəzi yerlərdə artıq mümkün deyil. Hər halda söhbət ölçüdən gedirsə, bir nizamdan gedir. O nizamı tam, necə deyim, tam nizama riayət etmək üçün bu riyazi hesablamalar da bilmək lazımdır. Yəni, riyaziyyatı olmasa, yəqin ki, haradasa bir əksiklik qalar, deyil mi? Əgər düzgün başa düşdümsə. Bilirsiniz,
Art terapiya qrupuna ona görə daxildir ki, bu bütün qrup insanlarda etkili olur da, təsirli olur. Həm uşaqlarda, həm böyüklərdə o riyazi marağı olsun ya fikri dağınıq insanlar olsun, orada özünü tapır. O çox belə sakitləşdirici effekt verir. Master klasslarda çox uğurlu olur strength artla işləmək. Necə oldu ki, bəs yolunuz Abaddan düşdü? Bununla bağlı sizə sualım olacaqdı. Mən istərdim Nərmin xanımla söhbətimizə davam edək. Nərmin xanım, zaman-zaman eşidirik art terapiya. Art terapiya nədir ümumiyyətlə? Art terapiya bir psixoterapiya növüdür və burada başqa effektlər var, başqa yöntəm var. Çünki bu non-verbal terapiya növüdür. Yəni biz sözlərlə deyil, yaradıcılıqla işləyirik. Və bəli, art terapiya bir çox sahədə istifadə oluna bilər. Təkcə psixologiya deyil, həm də nevrologiya, yəni bu sahədə də istifadə oluna bilər. Ya görürsüz ki, gerontologiyada, yəni Alzheimer pasiyentləri ya özünü inkişafda da çox böyük köməkçi ola bilər. Art kifayət qədər geniş bir anlamdır. Konkret nələri əhatə edir Nərmin xanım? Çox düzgün dediniz. Yəni burada belə bir məqsəd yoxdur ki, mən yalnız gərək boyalarla işləyim, ya təbaşirlə, ya karandaşla. Bu belə deyil. Bu art terapiyada mən hətta bağa çıxıb daşları bir cür düzüb bir rəsm yarada bilərəm bağda, bostanda, ya elə Minara xanım elədiyi kimi bu cür rəsmlərdə düzəldə bilərəm. Yəni məqsəd o deyil ki, mən dəqiq bir şeyi təsvir eləyim, göstərim ki, hamı görsün ki, mən bu məsələn insanı təsdiq edim özümü. Bəli, insanı bu qədər gözəl və əla çəkə bilirəm. Xeyr, burada yəni təqdir almaq üçün deyil, deyilmi? Burada yanlış deyə bir şey yoxdur. Burada özünü ifadədir əsas. Necə ifadə edirsənsə et. Bəli, kim bəyənir, kimi bəyənməsin. Mən əgər öz kədərimi, öz qəzəbimi ifadə eləmək istəyirəmsə və bu mənim üçün qırmızı rəngdədirsə, başqası üçün qara rəngdirsə, burada səhv deyə bir şey yoxdur. Ona görə burada art terapiyanın məqsədləri başqadır. Yəni burada xüsusi bir peşəkarlıq tələb olunmur, belə başa düşürəm, deyilmi? Yəni peşəkarlıq öz-özünə gəlir. İnsan onsuz da deyil. Minarə xanım bizim üçün çox gözəl bir nümunə oldu ki, özü başlayaraq artıq başladı maraqlanmağa, bunu nə cür eləyə bilərəm, buradan bu cür necə keçə bilərəm ki, bunu təsvir eləyə bilim. Yəni İnsan doğrudan da yaratmaq istədikcə bunu gözəl etmək, bunu doğrudan da qəlbində gördüyü kimi etmək artıq onun təbii istəyi orada işində yansıyır. Zamanla daha da təkmilləşir. Bəli. Minara xanım, necə oldu yolunuz Abaddan düşdü? Bir müddət evdə hazırladım bu işləri. Sənət elə bir şeydir, hazırlayırsınız, bir tərəfdən də onu alıcı ilə görüşdürmək lazımdır. Mən Abad diqqətimi çəkdi, Abada müraciət etdim. İlk öncə şəkil kimi gördülər və mən şəkillərini göndərmişdim onlara. Real görmək istədilər. Apardım və çox təəccübləndilər ki, şəkildə göründüyü kimi deyil də, bu çox daha fərqlidir. Abadçı elə həmin vaxtdan da biz Abadla yolumuz birləşdi. Məmnunam. Mən xanımın sözünə əlavə olaraq deyim ki, burada iplərdən duyğular sanki hər ip bir duyğudur, hər ip bir hissdir. İnsan onu art terapiyanın bir növü olaraq bilirsiniz, elə bir simvolik bir şeydir. Hər ip bir duyğunu, bir düşüncəni, bir hissi təmsil edir. O iplər arasında əlaqə qurduqca insan sanki daxili harmoniyasını bərpa edir. Bu da məncə art terapiyanın belə üstünlüklərindən biridir. Bəli, art terapiyanın necə deyim, meditativ effekt. Bəli, meditativ effekt verir. Bəs niyə hər kəs bu art terapiyadan faydalana bilmir, Nərmin xanım? İnsan var, baxar gözəlliyə, amma heç təsir etməz, heç ruhu belə tərpənməz. İnsan da var, bundan terapiya ala bilir. Bu nəyə görə dəyişir? İnsandan insana dəyişir təbii ki. Bu nə ilə bağlıdır? Bunu doğrudan da fərdi görmək lazımdır. Hər insan başqa cürdür, başqa cür qurulub. Yəni bir insan bir rəsmdə daha çox
hiss görürsə, nəsə orada bir dünya görürsə, başqası onu bu cür rəsmdə görmürsə, o demək deyil ki, bizdə bu hissiyatlığın daha çox ya az olması yaxşı ya pisdir. Bu sadəcə deməkdir ki, bizim yanaşmamız fərqlidir. Yəni bəzi insanlar var ki, strukturu çox sevirlər, onlar istəyirlər hər şey qaydasında olsun və bunu da başa düşmək olar. Çünki ola bilər ki, onların həyatı bu cürdür, onlar bu cür yaşamalıdırlar və əlbəttə bizim mühitimiz də bizə çox yansıyır. Amma bir tərəfdən biz də öz mühitimizi yaradırıq. Biz əgər bu mühitdə doğrudan da bu cür, necə deyim, bizim bəzi üstünlüklərimiz var. Yəni bir insan əgər özünü ifadədə daha yaxşı yaşada bilirsə, o biri insandır, məsələn, biznesdə özünü daha yaxşı ifadə eləyir, nəinki rəsmdə. Yəni, əslində belə baxanda biznesdə bir rəsm sayıla bilər. Mən onu nə cür qururam, mən insanlarla nə cür ünsiyyət qururam burada və art terapiyada da olduğu kimi orada da sosial komponentlər var və mən hətta art terapiyada rəsmlə danışa bilirəm. Bizim əslində əvvəllər bizim ənənəmizdə var bu, xalçaçılıq, məsələn, kilimçilik. Qadınlarımız əgər ailələri ilə danışmaq istəyirdilərsə, onlar xalçaya yansıdırdılar bütün yaşantılarını. Xalça onların ifadəsidir. Bəli, hisslərini filan və göndərirdilər, ancaq ailəsi onu oxuya bilirdi. Bilirdi yaxud ki, sevgilisinə mesaj kimi xalça toxuyanlar olur. İndi yazdığımız mesaj ya görürsünüz ki, bir dənə şəkil Instagramda, bu da bir belə yansımadır. Yəni ona görə bunda mən deməzdim ki, bir şey pisdir, bir şey yaxşıdır. Sadəcə istərdim ki, insanlar öz bədənlərinə, təbiətlərinə daha yaxın olsunlar və bilsinlər ki, yaxşı, mən beləyəm və bu cür olmağım da yaxşıdır. Burada yəni özünü qəbul etməyi bacarmaqdır. Və illər əvvəl Vahab adında bir rəssamdan müsahibə almışdım. Hazırda xaricdə yaşayır, onda tez-tez sərgiləri xaricdə təşkil olunur. Misal üçün, o rəssam mənə qeyd etmişdi ki, o deyirdi ki, hər rəsmin əslində bir notu var daha doğrusu. O əlinə qarmonu alırdı və öz çəkdiyi rəsm əsərinə baxıb bir musiqi ifa eləyirdi. Və o deyirdi ki, siz başa düşmürsünüz, amma mən bu rəsm əsərimdəki rənglər hərəsi bir notdur və mən bunu ifa eləyə bilirəm, musiqiyə çevirə bilirəm və bu mənim ruhumu sakitləşdirir, mən bununla yaşayıram. Təbii ki, insana biraz qəribə gələ bilərdi, amma o da onun bir art terapiyası idi. O vaxt biz ona art terapiya demirdik, söhbət çox uzun illər əvvəldən gedir. Amma İnsanlar müxtəlif şəkildə bu cür incəsənətdən, gözəllikdən faydalana bilirlər, sakitləşə bilirlər. Çox maraqlıdır. Qeyd etdiniz ki, hətta hər ipdə belə bizim bir hissimiz var, Minarə xanım. O zaman əhval-ruhiyyənizdən asılı olaraq əl işlərinizin nəticəsi fərqli olurmu? Rənglər, cizimlər, misal üçün? Əlbəttə, ilk öncə başlayanda onun necə bitəcəyini mən belə bilmirəm bəzən. Axırda nə alınacaq xəbərimiz olmur? Axırda nə alınacaq, mən belə bilmirəm. O, bəzən deyilir, insan hisslərini dilə gətirə bilmir və ya çətinlik çəkir, sözlər kifayət etmir. O zaman sənət bizim dilimizə çevrilir. Sənətlə özünüzü ifadə eləmək sizə daha mı asan gəlir? Daha asan gəlir. Nəinki sözlə demək? Orada olsun rənglər, olsun fiqurlar, tamam fərqli. Yəni onu ifadə etməyə indi yenə də həmin duyğunu, həmin hissi ifadə etməyə indi də sözlər kifayət etmir. Art terapiyanın gücü də məhz bundadır, mən düşünürəm. Baxın, necə gözəl əl işləriniz var, müxtəlif rənglərdən istifadə edirsiniz. Misal üçün, daha gərgin olanda hansı rənglərdən istifadə edirsiniz? Əhvalınız yaxşı olanda, özünüzü xoşbəxt hiss edəndə seçdiyiniz rənglər hansı olur? Fərq olurmu Minarə xanım? Əlbəttə olur, düzü o dərəcədə mən fikir verməmişəm. Mən çalışıram əhvalım yaxşı olanda daha çox meyilli oluram hazırlamağa. O da insandan insana dəyişir. Bəzən görürsünüz ki, insan çox stresslidir, əsəbidir, yəni həyəcanlıdır. Bu işlərlə məşğul olur. Biz məşğələlərdə fikir veririk. İşlə məşğul olanda artıq onun nəfəsi düzəlir. Diqqəti həmin anda olur, fikri tam əlindəki işdə olur da. Bu da bir növ meditasiya effekti verir. Yəni antidepressant kimi də ola bilərmi Nərmin xanım? Əlbəttə ola bilər. Çünki antidepressant bir həddə qədər işləyir. Yəni
həkimlər də əslində o dərmanları yazanda bizi də o dərmanların yanında yazırlar. Yəni mən əslində terapiyanı psixiatrın ya da nevroloqun yazdığı dərman kimi bir terapiya kimi bu pasiyenta təqdim olunuram. Bəli. Çünki bu təkcə bu deyil. Yəni mənim əgər çoxlu fikirlərim varsa, əgər həmişə beynim işləyirsə, yəni mənim diqqətim amma indi bir saat bu rəsmi çəkməkdirsə, yəni diqqətim artıq fokuslanır bir yerə və həmin o düşüncələr sakitləşir. Bu diqqətlə çox belə bağlıdır, çox böyük Bu bağlılığı necə var. öyrənək? Bunun bir üsulu, bir qaydası, bir mexanizmi varmı? Çox sadə. Bir karandaş götürüb bir dənə xətt çəkin. Hətta belə başlamaq olar. Əlbəttə. Onunla o qədər şey başlayırsınız. Siz heç vaxt bilmirsiniz ki, yolun sonu necədir. Bayaq da Minarə xanım da onu çox gözəl dedi ki, siz heç vaxt bunu bilmərsiniz. Həyatda da belədir. Siz indi bu yolu başlayırsınız. Məsələn, istəyirsiniz ki, ha vaxtsa indi bu böyük bu televiziyada məsələn böyük uzun proqramlar keçirəsiniz. Məsələn, deyirəm. İndi başlayırsınız və indiki o addımları eləyirsiniz bunun üçün. Amma sonuna əlbəttə siz həmin o məqsədə getmək istəyirsiniz, gedirsiniz də. Amma sonunda biz heç vaxt belə bilmərik. Bəzən həyat bizə daha böyük, daha gözəl rəsmlər gətirir, nəinki bizim ağlımızda olduğu kimi. Və burada istəyirəm gəlin bizim ağlımızda o yaratdığımız kontrol, o əsasən də posttravmatik stres pasiyentlərində olur o ki, hər şeyi kontrol altında saxlayaraq ağlında etməyə çalışır. Və bunu bacarmır, çünki bu mümkün deyil. Mən hətta sabah üçün bəzi planlarım varsa, mən bunu yazanda görürəm ki, aha, mən bunu edəcəm və saat neçədə edəcəm, nə cür edəcəm, nəyin ardınca nəyi edəcəm. Və bu daha rahatdır. Eləcə də burada, yəni əgər mənim içimdə hisslər varsa, onları danışa bilmirəmsə, əsasən də çox ağrılı hisslər, travmalarım varsa, onları təzədən yaşamaq istəmirəm danışaraq. Amma mən onları yaşayaraq, yəni rəsmdə yaşayaraq, heç bəlkə də ora getmədən sadəcə bir xəttlə, elə dediyim kimi başlayaraq o yolu gedirəmsə, artıq bədənim bunu eşidir, bilir ki, mən onun üçün nəsə edirəm, mən onu görürəm. Və artıq özünü açmağa da hazır olur, güvənməyə hazır olur. Bizim bədənimiz də əslində biz ona baxırıq, yəni biz onun valideyniyik. Ona görə bu, yəni bu cür işləyir. Siz deyə bilərsiniz ki, mən ancaq gərək bu almanı tam dəqiqliklə çəkim, o cürdə görünməlidir. Siz başlaya bilərsiniz, amma sonda görərsiniz ki, bəlkə də almanın yanındakı daha gözəldir, onun işığı, onun o rəngi daha gözəldir və o sizə aparacaq artıq. Uşaqlarda da bu qeyri-iradi, özlərindən asılı olmayaraq art terapiya mümkündürmü? Misal üçün, mənim oğlumun 8 yaşı var. Əgər məndən inciyibsə, quş çəkir. Misal üçün, kədərli quş çəkir, belə necə deyim, mimikası kədərli, sadəcə kağızı yanıma qoyar. Mən quşa baxanda başa düşürəm ki, keyfi yoxdur. Yaxud əgər sevinərsə, o bir dənə sevincli bir quş çəkər, yanıma qoyar, yaxud qapının altından belə salar. Baxıram ki, sevincli bir quş deməli, keyfi yaxşıdır. Bu sizdə hardasa art terapiyaya bağlı ola bilərmi? Əlbəttə, əlbəttə. Xüsusən də heyvanlar. Yəni, Carl Gustav Jung'un yəni, elmi araşdırmasında da bilirik ki, arxetiplər insanın şuur altı arxetipləri var, yəni bütün insanların və heyvanlar burada çox böyük rolu var heyvanların. Burada da görürük ki, məsələn, orada da kəpənək var. Necə gözəl. O bizi çox yansıdır. Quş nədir? Quş balacadır, baladır və azadlığı sevir, azad olmaq istəyir. Bəlkə də valideyn ona nəyəsə yox deyib və bu azad olmaq istəyib o moment. Yəni, əslində çoxdur, yəni çox simvollar var burada. Və buna diqqət etməliyik. Məsəl üçün, oğlum ilk dəfə quşu mənə görəndə heç nə başa düşmədim. Bircə dənə fərq dodağındaymış da. Demək, dodağı aşağı olanda kədərli. Ona görə çox diqqət etməliyik. Və bir sual verim, bu kəpənəklə olan əl işiniz hamısı gözəldir, möhtəşəmdir. Burada nəyi ifadə etməyə çalışıbsınız Minarə xanım? Bu tablonun adı Gözəllik ömrüdür. Gözəllik ömrü. Gözəllik ömrü, bəli. Yəni insan zahiri gözəlliyi bir kəpənək ömrü kimi onu simvolizə edir. Kəpənək ömrü amma qısa ömürdür.
Yəni əsas gözəllik daxili vurğulamaq istəyir ki, Niyə məhz kəpənək? o da yəqin onu hazırlayan vaxtkinin bir ruh hali ilə Əhval-ruhiyyənizlə bağlı. Niyə məhz mavi olub? O da hər halda həmin vaxtki əhval-ruhiyyənizlə. Məsələn, qırmızı da ola bilərdi, başqa bir rənglər də seçmiş ola bilərdiniz. Ola bilər. Yəni mən sizə bayaq da dedim, mən başlayanda işin sonunu bilmirəm. Bəlli bir olur, istəklər olur. Yəni kimsə bir şey fiquru falan, bunu sifariş olur, bunu istəyir, o olduğu kimi hazırlayırıq. Amma özüm hazırladığımı artıq bilmirəm orada nə olacaq, nə rəng olacaq. Mən sadəcə başlayıram. Hansı sizə daha çox zövq verir? Sifarişlə aldığınız yoxsa baş-başa qaldığınız? Baş-başa qaldığım. Sifarişlə aldığım, düz onları da çox özənlə, çox diqqətlə hazırlayıram. Onun da məsuliyyəti var. Amma ən çox özümün işdə. Çünki özünüz olanda sırf sizə aid olur, sizin dünyanız olur, deyilmi? Sizi daha çox ifadə etmiş olur. Məsəl üçün, belə bir əl işinə nə qədər vaxt lazımdır hazırlanmağınız üçün? Bəzən olur bir ay olur, bəzən daha çox olur, bəzən olur daha tez olur. Nə ilə bağlıdır bu Minurə xanım? Yenə deyim, o içdən gələn həvəs, o işi bitirmək istəyi, o bilmirəm, bəlkə ruh hali hamısı təsir edir. Çox gözəldir. Bəs Nərmin xanım, necə etməli ki, art terapiyada maksimum fayda görək? Deyək ki, misal üçün, depressiv halda olan insanlar var, antidepressantla yaşayan insanlar var. Necə keçid etsinlər art terapiyaya? Birdən-bir antidepressantı atmağı məsləhət görürsünüzmü? Yoxsa paralel olaraq art terapiya ilə başlayırlar, zamanla artıq heç bir dərmana ehtiyac qalmır. Bu keçid necə olur? Yəni dərmanlarla bağlı ən yaxşısı yenə də həkimlərdən soruşmaqdır. Çünki psixiatrlar və nevroloqlar bu nüansları daha yaxşı bilirlər. Yəni o insanlar, kimlər ki antidepressantla həyatına davam edirlər, necə keçid edə bilərlər art terapiyaya? Paralel başlasalar, dərmanla bir yerdə əgər terapiya olsa, çox böyük faydası olar. Və çox vaxt mən görmüşəm əlbəttə ki, xeyrini ki, pasiyentlər hətta dərmandan çox terapiyanı üstünlük verilir terapiyaya. Və bunu da başa düşə bilərəm ki, niyə elə məsələn bu şəkildə, müəyyən şəklində kəpənək əslində terapiyada metamorfozdur. Yəni yenidən doğulma, özünü kəşf etmə. Yəni əgər insan artıq bədəninə güvənməyi öyrənirsə və özünü yenidən yarada bilirsə, artıq bu bilmirəm, dərmandan bəlkə də daha çox effekti olar. Çünki mən avtonom olaraq, yəni özümü sağalda bilirəm. Çünki mən kontakt yarada bilirəm öz bədənimlə bu moment. Və o şəklin nə vaxt bitməsi də elə burada böyük rol oynayır. Çünki həmişə rəsm və ya əsər özü seçir ki, o nə vaxt bitir. Biz onu heç vaxt seçmirik, xeyr. O zaman əsərə diktə edə bilmirik, deyilmi? Xeyr. Bizim beynimiz hər şey istəyə bilər. Amma ürəyimiz bizi aparırsa, o biləcək nə vaxt lazımdır və dayanmağı da o bilir. O zaman hər gün məşğul olmursunuz Minurə xanım. Yəni bu sizin ruh halınızla bağlıdır, deyilmi? Bəzən deyim ki, hazır iş qalır, mən boş oluram, yəni onu edə bilərəm, yəni bitirə bilərəm, amma bitirə bilmirəm. O orada gözləyir. Artıq insan hazır oldu, bayaq Nərmin xanım dediyi kimi, yəni əsər özü qərar verir ki, nə zaman bitəcək. Bəs nə hiss edirsiniz bitəndə? Ayrılıq mı hiss edirsiniz, artıq tamamlandı, yoxsa bu sizin üçün yeni başlanğıc olur? Bütün halda bir əməyim var və sona çatır. Bu sona çatmaq biraz kədərli də ola bilərmi? Nəyə görə deyirəm? Məsəl üçün mən uşaq vaxtı bir kitabı oxuyurdum. Əsər sona çatanda o qədər heyfsənirdim, sanki o qəhrəmanlarla ayrılırmış kimi gəlirdi. Bu da sizin bir hissinizdir. Sona çatanda nə hiss edirsiniz tamamlananda? Əksinə mən sona çatanda daha belə sevinç gəlir mənə. Azadlıq mı hiss edirsiniz o zaman? Bəlkə də bir neçə gün o mənim gözümün önündə durur, o bitən əsər. Sonra artıq o götürülür, yerinə başqası gəlir. Bu hisslər nə ilə bağlı ola bilər Nərmin xanım? Fərqli olur hər halda bir insanın əsərini tamamlamağı. Məsələn, o rəssam var ki, deyir, mən heç vaxt sevdiyim qadını təsvir etmirəm. Rəssamdan soruşdum, niyə təsvir etmirsiniz? Çünki deyir, ona olan bütün sevgim bitir. Məsələn, mən sevdiyim qadının əgər rəsmini çəkirəmsə, o qədər ona sevgi ilə çəkirəm ki,
sanki bütün sevgim həmin əsərə köçür və o qadına artıq qarşı heç nə hiss etmirəm. Ona görə heç bir sevgilimin rəsmini çəkmirəm deyən rəssamlar var. Nə ilə bağlıdır bu qədər bizim duyğu mübadiləmiz? Sizin təsvir etdiyiniz bu mövzuda iki nöqtə var. Biri odur ki, insanın yaratdığı o əsər, o yaşadığı bütün o düşüncələr, o hisslər orada yansıdır bu rəsmə, məsələn, və artıq bitirirsə, o bilir ki, bu mərhələni həyatında keçdi və ona artıq yaxşı mənada bu lazım olmur. Yəni, mən özümdə artıq bu yaddaşımda olan qalıntıları daşımalı deyiləm. Bu rəsm mənim üçün daşıyır. Mən bunun üçün çox sevinirəm ki, mən artıq daşımalı deyiləm, amma önümdə bir sübutum durur ki, onlar var, onlar eşidiliblər, onlar doğrudan da yaşanıblar. Ona görə insanda sevinç duyğusu yaranır. O biri tərəfdən də əgər mən kimisə çəkirəmsə, bu biraz diqqət məsələsi var burada. Əgər mən, məsələn, öz bir qorxum var, arachnofobiya, məsələn, mən hörümçəklərdən qorxuram və amma o qorxuya gedib ona diqqət verirəmsə və doğrudan da baxıram, doğrudan bu qorxuludurmu bu? Diqqətimi ona yönəldirəmsə, o qorxu itir. Burada diqqət məsələsi var. Bu, belə bir fenomendir insanın bədənində, belə funksiyadır. Və eyni cürədə, əgər mən sevdiyim insanı çox diqqət yetirsəm, ancaq yanında olsam, nə vaxtsa, yəni insan yorulur həmin o biri insandan, nə qədər sevsə də, o təmas, o çox böyük yaxınlıq insanı yora bilər. Ona görə burada bu fenomen işə düşür ki, insan artıq o insanı yaşayıb, qurtarmış, bitirmiş olur. Ona görə də ola bilər ki, o moment artıq deyir ki, mən bəlkə də ayrılmaq vaxtımdır. Sevgim bitibdir deyə düşünənlər olur. Bəs Nərminə xanım, bu əsərlərdən ayrılmaq sizə çətin olmur ki? Çox siz, Minurə xanım, əsərlərdən ayrılmaq sizə çətin olmur ki? Bilirsiniz necədir? Mən müşahidə edirəm işləri alan insanların reaksiyasından. Sanki bu işlər hazırlanırkən deyil, seyr edərkən də, baxarkən də insana rahatlıq verir. Orada bir nəsə nizam tapırlar, özlərində nəsə doğmalıq tapırlar orada. Mən düşünürəm ki, mənim işlərimin alıcıların təkrar-təkrar sifariş etməklərinin ən böyük səbəbindən biri odur. O məmnunluq hissi onlarda güclü olur. Onunla da düşünürəm ki, biz ruhlara toxunuruq sənətlə. Alıcının əsərə münasibəti nə qədər önəmlidir sizin üçün? Çox önəmlidir. Yəni, şəkil kimi deyim ki, kimsə hər hansı bir suvenir kimi, şəkil kimi ona reaksiya verəndə artıq elə bil ki, o zəhmətin itmiş hesab edirsin. Bir də tam tərsi olur. Alıcı çox, deyim, siz bayaq dediniz ki, o kəpənək çox gözəldir. Yəni, onu anlayır orada. Oradakı rənglər olsun, oradakı əziyyəti görür, rəngləri görür, orada nəsə özünə tapır, o mənə də çox belə böyük zövq verir. Biri var ki, Nərmin xanım, özüm nəsə edəm, özüm çəkəm, özüm hazırlayam. Bir də var ki, misal üçün, mən bunların heç birini bacarmıram. Adam var ki, deyir, məsələn, mən gedirəm rəsm qalereyasını, birdən oranı gəzib çıxıram, sanki dünyam yenilənmiş olur. Elə insanlar da var. Bu da art terapiya sayılırmı? Yəni, özün çəkmirsən, amma çox gözəl rəsm əsərlərinə baxırsan və bu səni sakitləşdirir. Belə baxanda hər şey terapiya forması kimi görmək olar. Amma incəsənətin öz effektidir bu artıq. Yəni, incəsənət sağalda bilir. Bu effekt doğrudan da var, mövcuddur. Yəni, əgər mən məsələn, heç muzeylərə çox gedə bilmirəm. Çünki o rəsmlərdə o qədər şey görürəm ki, bu məni yorur hətta o qədər. Və başa düşürəm ki, o insanların parçasıdır o əsərlər. Ona görə çox vaxt ayrıla bilmirlər o parçalardan. Çünki öz parçam, öz balam kimi, yəni yaratdığım əsərim də mənim bir balacamdır, balamdır. Onun üçün biraz çətin olur bu əsəri yaradanlar və bu əsərə baxanlar üçün də həm də o tanış hisslər oyana bilər. Yəni onu görəndə özünə nə üçün yaxın hiss eləyir? Çünki bilir ki, mən deyəsəm eyni hissi keçirmişəm axı
Bu mənə ona Tanış görə hisslər olur. tanışdır, doğmadır bu mənə. Və ona görə olur ki, dururuq bir rəsmin qabağında, bilmirik niyə. Dururuq, nəfəsimiz dayanır və sadəcə baxıb qalırıq. Çünki hardansa tanıyırıq, tanışdır. Və burada görürük ki, əslində insanların nə qədər birləşmə nöqtəsi var. Biz bir-birimizdən bu qədər də ayrı deyilik fikirləşdiyimiz kimi. Yəni ağlımız deyir ki, o başqa insandır, mən başqa insanam. Amma bu cür şeylər, hisslərimiz göstərir ki, əslində bizim birliyimiz daha çoxdur. Son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Minarə xanım, bax bu işlə hələ də evində məşğul olan, amma yolunu abaddan salmamış, istedadlı insanlara nələri tövsiyə edərdiniz? Niyə abada gəlsinlər və niyə abadçı olsunlar? Abad bizimlə alıcılar arasında bir körpüdür. Abadın sayəsində mənim işlərim demək olar ki, bütün dünyada var. Yəni turistlər alır, aparır. Abad sayəsində işlərimiz alıcı ilə görüşür. Yəni Abad, mən 2 ildir abadçıyam, çox uzun müddət deyil. Amma çox məmnunam Abadla əməkdaşlığımızdan. Bəli, körpüdür. Abad, mən belə düşünürəm ki, mənim üçün ruhlandırıcıdır dəstəyi, Abadın dəstəyi. Amma sənətim üçün həyat vericidir Abadın dəstəyi. Heç art terapiyadan məlumatı olmayan izləyicilərimizə nə demək istəyərdiniz, Nərmin xanım? Demək istəyərdim ki, siz özünüzə daha çox güvənə bilərsiniz. Yəni, sizin hissləriniz əslində sizi daha irəli apara bilər. Nəinki fikirləşdiyiniz o ağılla getdiyiniz o mükəmməl yolunuz və buna açıq olmaqlarını istəyərdim. Çünki həyat bizə əslində doğrudan da bizə lazım olan şeyləri verir. İstədiyimiz şeylər çox olmasa da, amma daha lazım olan və bizi xoşbəxt edən şeyləri bizə verir doğrudan. Bunu görmək istəyərdim. Gəldiyinizə görə təşəkkür edirəm hər ikinizə, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonaqlarımız abadçı Minarə Mehdiyeva və art terapevt Nərmin Xəlilova idi. Efirimiz isə davam edir.